Rəda xanım, mən çox müşahidə eləmişəm, ümumiyyətlə statistikada belə göstərir də. Məhz həmin yaş dövrlərində çox insanlar belə hətta dözməyərək dünyasını dəyişir də, belə deyim. Qəfildən. Qəfildən belə baş verir. Qəfildən. Arada bir mən baxırdım ki, yəni fikirləşirdim ki, bu yəni ola bilər də, insanda nəsə olubdu, amma çox adamın eyni vaxtda dünyasını dəyişməsi biraz suallar doğurur da. Bəli. Yəni çıxa bilmirlər eləmi o tuneldən? Bəli, onlar bu tuneldən çıxa bilmirlər və çox vaxtı mütləq burada partlayış baş verir. Niyə? Energetik olaraq çökürlər. İstəsiz mən sizə başa salaram, insanı nə çöktürür? Nə çöktürür Rəda xanım? Müxtəlif hadisələr, müxtəlif. Baxın, insan olaraq bu məqam başa düşdünüz. Burada çox önəmlidir. Qoyun mən birinci bundan başlayım, sonra ümumi energetik problemlərə keçim. Görürsünüz, bu 40 yaşdan sonra deyirlər ki, insan təzə doğulur. Məsələn, sizin cəmi 2 yaşınız var, təbrik edirəm sizi. Yəni siz gərək başa düşəsiniz ki, siz indi başa düşəsiniz ki, ümumiyyətlə həyat nədir və niyə siz bu boşluğa düşmüsünüz. Hər bir insanın nəsli və kökü var, düzdürmü? Atası, anası, bir dəfə o ağac söhbəti sizinlə də biz, bu ağacdır, düzdürmü? Bu ağacdır. Siz başa düşəcəksiniz ki, niyə insan, nəyi həyatda insanı çöktürür və ağacın nəyi var? Kökü, düzdürmü? Düzdür. Bu nəsil ağacımızdır, düzdür. Bu da nəslimiz, kökümüzdür. Dədə, baba, ata nəsil, ana nəsil, düzdür. Hər bir insanda həm ata nəslindən var, həm ana nəslindən var. Və insan nəsli ilə kiminləsə küsüb bu yaşda, yəni incib, sevgi olub, ki, pulla mı kimisə atıblar, yaxud mülklə mi kimisə atıblar, yaxud bir yerdə biznes qurub, nəsə narazılıq olub, nəsə ünsiyyət kəsir və insan toparlanır öz ailəsinə, yoldaşı, uşaqları və s. Amma insan bu məqamda elə bir ki, baxın, köksüz qalır. Köksüz qalır deyəndə? Yəni, bu nəsil nədir? Ağacdır. Kök nədir? Nəslimizin baba, nənə, əmi, bibi, dayı, xala və burada ünsiyyət kəsiləndən sonra ağac qalır köksüz. Yəni, insan qalır köksüz. Ağac nə olacaq? Çürüyəcək. Onlar çürüyə-çürüyə gedirlər. Və heç bir məqam onları sevindirmir. Küsüb bacından, qardaşından, arvadı pisdir, nə bilim, filankəsdir, min dənə şey deyə bilərlər. Amma o nə bacısı ilə, nə qardaşı ilə hardasa ünsiyyət qurmur, soyuqluq yaranır, nəsli ilə oturub durmur. Amma insanda çökmə bu. Bu birinci haldır. Bu təmiz o hal deyil. O demək deyil ki, siz əstağfurullah nəslinizlə oturub durmursunuz. Bu birinci məqamdır ki, nəyi insanı çöktürür. Əsasən də onlar yaşasalar belə, amma 50-60 yaşı keçəndən sonra o bacı qardaşları ilə danışmasa belə, onlar çox pis vəziyyətdə olaraq, psixoloji olaraq yaşamaq istəmirlər. Elə bir süni həyat yaşayırlar, zombi kimi gedib çörəyini yeyir, gedib gəzirlər, robot kimi, amma artıq yaşamır. Diri-diri insan artıq ölür. Hardasa nəvəsinə, yaxud nəticəsinə fikir verir, kimdə var, amma o da onları sevindirmir. Niyə? Ona görə ki, kökü ilə əlaqəsi yoxdur. Bunlar budaqdır. Kök bacı, qardaş, baba, nənə, ata, ana rəhmətə gedəndən sonra insan elə bir ki, o ünsiyyət, bağlar lap qopur. Ona görə Allah Taala deyir ki, nəsil bağlarınızı kəsməyin. Bu bir məqam.